yanvar 2026-cı il tarixdə Cəlilabad elektrik şəbəkəsinin xidməti ərazisi olan qırılmış 10 kV-luq naqilin bərpası işi ilə məşğuluq. İşimiz davam edir. 20 yanvar 2026-cı il Cəlilabad elektrik şəbəkəsinin xidməti ərazisi olan 35-10 kV-luq Cəlilabad yarım stansiyasından çıxan 6 saylı 10 kV-luq hava xəttinin Sərədəbad kənd ərazisində güclü qar nəticəsində qırılmış 10 kV-luq naqilin bərpası işi ilə məşğuluq. yanvar 2026-cı il Cəlilabad elektrik şəbəkəsinin xidməti ərazisi olan Mədətli kəndində güclü qar nəticəsində 100 kV transformatorda yaranmış qəzanın aradan qaldırılması işi ilə məşğuluq.